Beynəlxalq qida və içki sənayesinin ən böyük tədbirlərindən biri Anuqa 2025 sərgisi başlayıb. Sərgi dünyanın müxtəlif ölkələrindən istehsalçıları, distributorları və sənaye liderlərini bir araya gətirir. Həmçinin qida sahəsində ən son yenilikləri və inkişaf istiqamətlərini təqdim edir. Azərbaycan da sərgidə yerli şirkətlərlə təmsil olunur. Almaniya təmsilçimiz Günay Məmmədova tədbirin keçirildiyi məkandan Köln şəhərindən bizimlə birbaşa bağlantıdadır. Günay, sərgi ilə bağlı təfərrüatları sizdən eşidək. Buyurun. Anuqa 2025 sərgisi bu il hər il keçirilən eyni adlı sərgidə miqyası ilə seçilir. Sərgidə 110-dan çox ölkədən təxminən 8000 sərgiləyici iştirak edir. 140 mindən çox peşəkar ziyarətçinin iştirakı gözlənilir və bu dəyişikliklər dövründə qida və içki sənayesinin qlobal əhəmiyyətini bir daha göstərir. Qeyd edeyim ki, sərgidə Azərbaycan qida sənayesi məhsulları istehsalı ilə məşğul olan 18 yerli şirkət ölkəmizi təmsil edir. Bu sərgi təkcə dünyanın ən böyük qida tədbiri deyil, həm də qlobal ideyaların bazarı və bilik mübadiləsi platformasıdır. Burada müxtəlif konferanslar, seminarlar, müzakirələr və təqdimatlar keçirilir. Həmçinin sənayenin əsas problemləri və onların həlli yolları diqqət mərkəzindədir. Və bundan başqa yüksək keyfiyyətli əlaqələrin qurulduğu bir məkandır bura və aparıcı şirkətlər sənayenin əsas oyuncuları ilə birbaşa ünsiyyət qurur, əməkdaşlıq və ixrac imkanlarını deməli genişləndirirlər. Tədbirin xüsusi sərgiləri davamlı istehsal proseslərinə, bitki məşəli alternativlərə və yeni protein mənbələrinə diqqəti çəkəcək. Bu yanaşma həm regional inqrediyentlərdən istifadəni, həm də resursların daha səmərəli idarə olunmasını təşviq edir. Və bu sərginin əsas üstünlüklərindən biri də geniş şəbəkələşmə imkanlarıdır. Dünyanın deməli ən böyük qida sənaye icması məhz burada toplaşır. Qərarvericilər, vizyonerlər və bazar formalaşdırıcıları bir araya gələrək gələcəyin istiqamətlərini burada müəyyənləşdirir. Belə sərgi haqqında mənim hələlik çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Təşəkkür edirik Günaya. Ətraflı məlumatları çatdırdı bizə bu sərginin gedişatı ilə bağlı və biz davam edirik.